Salam, kanalıma xoş gəlmisiniz. Bugün sizlərə Temudan aldığım termos haqqında məlumat verəcəm. İlk öncə termosun özünü göstərim sizlərə. Bu tərəfində ad yazıldığına görə onun üstünü örtmüşəm. Bu bir hissəsində bayraq şəkildə Amerikan bayrağıdır. O bir tərəfində də ad yazılır. Bu termosun öz əsl qapağıdır. Sifariş verəndə bunlar üçü gəlmişdi. Turbuçkası ilə, qapağı ilə, bir də termosun özü qutunun içərisində. Bu qapaqdan su töküldüyünə görə bundan xoşum gəlmirdi. Yəni ümumiyyətcə bu bütün bundan olanın hamısı beləsinədir. Yəni tək başqa qapaqlarda fərqlidir. İminlə bu özünün olan bu qapağından su tökülür. Yəni həmin bu gördüyünüz, indi birazdan göstərəcəm onu da sizə, aralı məsafə olduğuna görə deşiyin üstünə düşəndə çox millimetr məsafə qalır orada. Həmin o məsafədən termos əyilən kimi su sızdırırdı. Məcbursan ki, termosu dik tutasan, hara qoyursansa, əlində tutursansa, yan dura bilməzdi, həmən dəqiqə su tökülürdü. Daha sonra bu başına belə bəzəkli olmaqdan ötürü rezin aldım ki, rahat açıb içinə mikrob falan, toz torpaq dolmasın deyə. Bu yenə də xoşuma gəlmirdi. Çünki uzun çubuqla, hər dəfə açmaqla, onu başından çıxartmaq eləmək çox əziyyətli bir şey idi. O xoşuma gəlmirdi. Daha sonra mən bu termosun içərisində isti suda tökdüm. Qapağını bağlayırdım. İlk etaplarda yaxşı istifadə olunurdu. Uca 2-3 gün istifadədən sonra rezin istidən boşaldı. Yaxşı kip saxlamırdı. Belə istifadə olunurdu, amma qapaq vapşı üzərində durmurdu. Məcbur oldum, başqa qapaqlar axtarmağa başladım. Daha sonra araşdırdım videolardan falan, kommentlərdən. Rastıma bu qapaq çıxdı. Baxdım, bu qapaq çox yaxşı idi. Yəni bu qapaqdan da razıyam. Amma bunun da pis işi var idi ki, məcbur bu turbuçkanı hər dəfə tax çıxart eləyim, başlıq da üzərində qalsın. Onlar yəni xoşuma gəlmədiyinə görə, görüntünü sevmədiyimə görə başqa qapaq axtarırdım. Bu qapaq yenə də deyirəm, yaxşıdır, almaq istəyən ala bilər. Bir fərqi var ki, yenə o çubuq falan, o başlıq üzərində durmalıydı. Onlardan da xoşum gəlmirdi. Daha sonra bu rastıma çıxdı. Bu da suyu tökmür. Yəni bundan da çox razıyam. Turbuçkası öz içərisindədir. Rahat başlığını qaldırıb içmək olur. Yəni bu ən sevdiyim qapaq və turbuçka oldu. Yəni digərləri öz üzərində olan heç, onu yəni necə istifadəyə verirlər mən bilmirəm. Yəni çox pisdir. Məsləhət görmürəm. Alanda yəni mütləq şəkildə hamı dəyişməlidir. Əslində çox videolarda YouTube'da araşdırmışdım. Çox insanın yəni şikayət elədiyi bir problem idi ki, termosun üzərindəki qapaq suyu sızdırırdı. Bu da mənim başıma gəldi. Mən də daha sonra digər qapaq zakaz verdim. O da yaxşı idi, amma bu qapaq əsl istədiyim kimi idi. Daha sonra görüntü olaraq rahat daşıya bilməkdən ötürü əlimdə tutmayım deyə bu səfər də termosa belə bir sumka aldım. Rahat çiynimə taxıram, istədiyim yerə götürüb gedəndə sumka kimi istifadə etmək olur. Zamok hissəsinə də açar, telefon, pul, kart, nə istəyirsiniz qoya bilərsiniz.